Hiləgər iblis isə Allahın ondan üstün tutduğu insanı doğru yoldan azdırmaq, onu günahkar etmək üçün hilələr qurmağa başladı. Niyyətinə çatmaqdan ötürü ona fürsət verməsi üçün Allaha yalvardı. Allah ona bu fürsəti verdi. Adəm tək gəzib dolaşdığı üçün çox darıxırdı. Allah onun bu pərişanlığına son qoymaq üçün Adəmdən Həvvanı yaratdı. Adəm uzun müddət idi ki, yuxuya getmişdi. Yuxudan ayılıb Həvvanı gördükdə təəccübləndi və sevindi. O artıq tək olmadığı üçün xoşbəxt idi. Cənnətdə nə isti, nə soyuq, nə aclıq, nə də susuzluq var idi. Ora gözəl və xoş nemətlərlə dolu idi. Adəm və Həvva cənnətdə firavan yaşayır, bol nemətlərdən yeyirdilər. Allah onlara bir ağacdan başqa bütün ağacların meyvələrini yeməyə icazə verdi və İblisin hiləsinə aldanmayın. O sizin düşməninizdir. Sizi aldatmağa çalışır. dedi. Adəm ilə Həvva cənnətdə xoşbəxt idilər. Onlar cənnətin meyvələrindən yeyir, bulaqlarından su içir. Qayğısız günlər keçirirdilər. Şeytan isə çox üzgün idi. Çünki Allah Adəmi ondan üstün yaratmışdı. O Adəm və Həvvanın xoşbəxtliyinə mane olmaq istəyirdi. Bunun üçün yollar axtaran iblis axır ki bir hiylə işlətdi. Şirin dilini işə salıb Adəmin qəlbinə şübhələr salmağa başladı. Qadağan olunmuş ağacı göstərərək dedi. Ey Adəm, bu ətirli ağacın meyvəsindən niyə yemirsən? Əgər onu yesən, sənə böyük səadət nəsib olar. Əbədi olaraq cənnətdə qalarsan. Adəmlə Həvva Allahın sözlərini yada salıb ona inanmadılar. İblis hiləsindən əl çəkmir, hər gün Adəm və Həvvanı şirinlikləndirirdi. Həvva yavaş-yavaş yumşalırdı. Günlərin birində Həvva ağacdan bir meyvə dərib yedi. Onun dadlı və şirin olduğunu gördü. Sonra meyvədən Adəmə də verdi. Beləcə hər ikisi bu ağacın meyvəsindən yedilər. Şeytanın hiləsinə aldanıb Allahın sözündən çıxdılar. Allah da onları cəzalandırdı. Paltarları əyinlərindən düşdü. Çılpaq qalıb çox utandılar. Səhv etdiklərini anladılar. Cənnət ağaclarının yarpaqları ilə örtünməyə çalışdılar. Allah Adəm və Həvvaya Sizə şeytan sizin düşməninizdir. Onun hiləsinə aldanmayın demədimmi? İndi ki belə oldu, sizi cənnətdən çıxarıb dünyaya göndərəcəyəm. Orada sizin öz vəzifələriniz olacaq. dedi.